Bir evi alanda bilirsiniz, mən bəzən videolara başlayanda fikirləşirəm ki, nə formada deyim ki, bu müştərilər üçün maraqlı olsun. Yəni bu evlərə baxsınlar, layıkları bol olsun. Mən sizlərə evləri çalışıram ki, bacardığım qədər ətraflı təqdim edeyim. İndi xırda-xırda ev haqqında sizə biraz məlumat verim. Onları da deyəcəm. Evlər alanda nələrə fikir verməliyik. Dəyərli izləyicilərimiz, Mərdəkandayıq. Mərdəkanda 7 sot torpaq sahəsi olan bu gözəlliyin təqdimatına gəldik. Hər zaman dediyim kimi təmir və tikintinizi yoxlatdırırsınız. Zəhmətlə pul qazanırsınız. Bunu gətirib kimlərəsə, insafsız insanlara yedizdirməyin. İşinizi hər zaman peşəkarlarla görün. Bax burada 30 kvadratlıq bir dənə besetkası. İsti döşəməlidir. Qış aylarında da rahatlıqla əyləşə bilərsiniz. O qapı, bax bu qapıya, bu qapı sanitar qovşağı üçün nəzərdə alınıb. Buradan da qapısı qoyulub. Mərdəkanda Polis Akademiyası yolunun üstündə yerləşir bu evimiz. Almağa dəyər bir evdir. Mən deyirəm ki, əladır. Ev sahibi də deyir, əladır. Amma siz yenə də bizlərə inanmırsınız. Evlərinizi alanda yoxlatdırırsınız. Burada manqalı, kağızı da içindədir. Hələ yəni istifadə olunmayıb. Hovuzun görürsünüz 10 metr uzunluğunda, 4 metr yarım enində. Maraqlı, şüşəli bir dənə hovuzu var. İsti hovuzdur, istiməli hovuzdur. Evin ətrafını tam dövr eləmək mümkündür. Burada qarşısında, evin qarşısında zalla, mətbəxin qarşısında verandasıdır. Buradan oturursunuz. Abala, abala. Belə, bura oturmurdum az qala. Oturursunuz burada. Abala, abala. Bacınla işin olmasın. Əsl bax, bu ev sizin üçündür. Oturun, uşaqlarınıza nəzarət eləyin. Həm özünüz dincəlin, həm övladlarınız dincəlsin. Burada qəşəng bir dənə palması qoyulub. Maraqlıdır. Giriş tərəfdə maşın saxlaya biləcəyiniz yeri var. Bir maşınlıqdır. Amma o demək deyil ki, mənim ikinci maşınım varsa harda saxlayacağım. Bura kimi maşınlar gəlir. Amma bundan da əlavə məhəllə böyük tipik bir məhəllədir. İstənilən qədər maşın saxlaya bilərsiniz. Davam eləyirik. Dedim. Hamısını demişəm. Gəl. 220 kvadrat evin sahəsi. Qiymət 645 min. 675 min manatdır. Üzürlü sayın. Burada bax 4 metr yarım hündürlüyündə uşaqlarınız belə bu qapını rahatlıqla övladlarınız belə açıb bağlaya bilərlər. Yəni çox yüngül bir qapıdır. Belə qıraqdan wow görsənir. Daxil olan kimi geniş bir xol. Təmir gözəl rəng tonlarından istifadə olunub təmirdə, yəni təmirə söz ola bilməz. Mən şəxsən belə təmiri sevirəm. Sadə, amma gözəl, şık. Bu da bayaq o abala dediyimiz yerə, uşaqlara nəzarət olan yerə, verandaya çıxış olan yerdir. Mətbəx, bağışlayın düz deyirsiniz, mən niyə oturum? Mətbəx kifayət qədər genişdir. 30 kvadratlıq bir mətbəxi var. Zal 42 kvadrat metrdir. Buradan da yenə də terasa çıxmaq olur. Tavanın hündürlüyü 3.60-dır. Baxın, evlərinizi alanda nələrə fikir verməlisiniz. Tavanın hündürlüyünə fikir verin. Tavan əgər 3.20-dirsə, 3 metrdirsə, 2.80-dirsə, təbii ki, bu evin qiyməti az olmalıdır. Qapının hündürlüklərinə fikir verin. Təmirə fikir verin. Hansı materiallardan istifadə olunub. Ən vacibi təmələ fikir verin. Təməl önəmlidir. Çünki bəzən insanlar deyirlər ki, makler evləri. Vallahi qardaş, elə makler evləri var ki, mən bütün günü bu evlərin içindəyik də biz. Şəxsi tikililərə gedirik, yəni bir köpüklük, yəni keyfiyyətdən söz ola bilməz. Yəni keyfiyyət sıfırdır. Amma maklerlər var ki, elə bir evlər tikirlər ki, yəni heç şəxsi tikən o şeyləri eləmir o evdə. Burada çamaşırxana, arxa tərəfdən görürsünüz qapı qoyulub çamaşırxana. Yəni usta falan nə vaxtsa xarab olsa, lazım olsa arxa qapıdan girsin. Burada ümumi sanitar qovşağı. Bir dənə yataq otağı yaddan çıxıb, o başda ona gedərik. Burada bir dənə yataq otağı. Yerlər laminatdır. İsti döşəməlidir ev tam. Pəncərə axıra kimidir. Pəncərənin qırağının mərmərləri də vurulub. Sonra burada 3-cü yataq otağı. O yataq otağı 21 kvadrat metrdir. Bu yataq otağı 19 kvadrat metrdir. Burada da pəncərə axıra kimidir.
Kabelin xəttləri çəkilib, internet xəttləri, nə bilim, televizor xəttləri, bunlar hamısı var. Bunlar nə qəşəng görsədir evi, bax. Maraqlıdır bu girişlər, arkalar. Fərqli bir gözəllik qatır evə. Evin sizə arxa divarını göstərim. Görürsünüz, pəncərə ilə olan məsafəsi. Bu yataq otağı da 25 kvadrat metrdir. Özünün qardırobu və sanitar qovşağı var. Təbii ki, onlar kvadrata daxil deyil. Dəyərli izləyicilərimiz, gözəl müştərilərimiz, gəldik bir videonun daha sonuna. Like qoymağı unutmayın. Evləriniz varsa çəkinmədən zəng eləyin. Biz hər cür evləri satırıq. Bəzən deyirlər ki, sizdə köhnə kürüş evlər olmur. Var. Bunu sadəcə olaraq biz reklamlarımıza yerləşdirmirik. Başqa bir yerlərdə reklamlarımızda gedir. Bunları da satırıq təbii ki. Nə satırsansa, bağlara aid olan şeylər, Bilgədir, Mərdəkandır, Şüvalandır, Novxanı yox, o tərəflərə gedə bilmirik. Üzürlü sayın, vaxtımız çatmır. Bizlə əlaqə saxlayın, gələk evlərimizin satışlarına kömək eləyək. Allah ruzunuzu bol, canınızı sağ eləsin inşallah. Görüşmək ümidi ilə, hələlik.